Fərz eləyin ki, siz bir bina tikirsiniz. Onun bünövrəsini özünüz qoymusunuz. Dizaynı da sizə aiddir. Hər şeyi eləmisiniz. Amma arada kimsə gəlir, keçir, bir daş parçasını götürür, sizin binanızı cızmağa çalışır. Uzaqbaşı sonra onu təmir eləyəcəksiniz. Önəmli olan uşağın təməl tərbiyəsidir. Atası kimdir, anası kimdir, hansı ailə fərdləri ilə böyüyüb. Bu evdə o müqəddəs qayda qanunlar nə dərəcədə hakimdir. Məsələn, qarşılıqlı hörmət, halal çörək, doğru danışmaq, qeybət eləməmək və s. və l-axır. Uşaq evdə nə görürsə, daha çox ondan təsirlənir. Bəli, hansısa blogerin bir fikri ani olaraq onu bir təsir altında saxlaya bilər, amma mən bunu belə əlimdə həyəcan təbili çalaraq qorxuducu bir şey kimi təqdim eləməzdim. Mühit, evdəki mühit və sevdiyi müəllimin təsiri. Sevmədiklərindən də hətta deməzdim ki, çox təsirlənirlər. Sadəcə olaraq nifrət duyğusu yaranır. O fənni sevmirlər. Həmin dərsdə düşün ki, 45 dəqiqə ərzində öf, püf, elə saata bax. 45 dəqiqə ərzində o qadından, o kişidən sənə ancaq mənfi enerji gəlir. Halbuki baxışını dəyişdirsə o da dəyişəcək. Bu da müəllimdən asılıdır. Görürsən ki, uşaq səndən inadlaşır, deməli səni hansısa məsələdə yanlış anlayıb. Bunu düzəldə bilərsən.